Salam dostlar. Bəli, keçən dəfə 20 dəqiqə bandında bir çəkmişdik bilirsiniz. Bunu 15 dəqiqə düşürmək qərarını aldım. Çünki məncə də sıxır bir müddət sonra. Ona görə bunu 15 baz bandına düşürmək qərarını fikirləşdim. Siz də yorumlarda necədir bu? Öz fikrinizi bəlli edə bilirsiniz, nə göstərə bilərsiniz. Bir də nə dildə danışım mən bilmirəm. Türkçə danışanda Azərbaycan zaten danışmağı fikirləşirəm. Azərbaycan danışanda fikirləşirəm Türkçə danışıram. Yəni ona görə də bildim Azərbaycanca danışacağam. Yəni belə fikirləşirəm. Dövlətin sevincliyi çox aşağıdır. Bu nədir? Bu arada bugünkü hədəflərimiz və məqsədləri doğrultusunda irəliləyimizdən bəhs eləyəcəm. Bu da Balkan yarımadasında çox böyük və gözəl irəliləmələr eləsək də, yəni Ərəb yarımadasını tamamilə ələ keçirməyə fikirləşirəm. Və Ərəb yarımadasını ələ keçirəndən sonra birbaşa İrana girməyə fikirləşirəm. Oradan da Azərbaycandan kömək alarıq, yəni. Belə fikirləşirəm mən. Azərbaycana torpaqların çoxunu Azərbaycana verəcəm. Yəni bütün Asiyaya Azərbaycana verməyi fikirləşirəm. Bu qədər də açıq deyim. Amma ondan əvvəl Misrə girməyə fikirləşirəm. Yəni hamısından da əvvəl Misrə girməyə fikirləşirəm. Yəni bu Lübnandır, Müblandır, Filistindir, bu Kıbrıs yarımadasıdır. Bunların hamısını alacağım. Hamısına birdən döyüş, müharibə elan edəcəm. Çünki məncə hamısını ala biləcək kapasitədə. Yəni sonra dövlət girmədi. Siz də öz fikirlərinizi, yəni deyə bilərsiniz. İstəyirsə 10 dəqiqə paz bandına da indirə bilərəm. Amma məncə buna da çox da gərək yoxdur. Yəni o qədər də aşağı bilmirəm ya, adamı sıxarır. Çünki bir gündən bir video atmağı fikirləşirəm. Azərbaycanla ilişkilərimizi, yaxınlığımızı daim yaxşı tutmağı fikirləşirik. Yəni Azərbaycanı satmağı fikirləşmirik. Amma belə də ki, güclü dövlətlər Azərbaycan, məsələn də Fransa bütün Avropanı ələ keçirib, mənim müttəfiqlik təklif edirəm Azərbaycanı, satıram yəni. İşte belə bir adamıq. Amma zarafat edirəm, yəni satmaram. Böyük ehtimalla fikirləşmirəm elə bir şey. Tez orduları yığın. Bu arada orduların içindən keçdilər. Filistin nə qədər güclüymüş. Bir də eləmək istədiklərim şeylərdən biri. Araşdırma eləmirsiniz deyənlər var idi. Yəni yaxşı araşdırma eləyəcəm. Bütün dövləti limanlayacağam. Biz necə Rusların belə illərlə də istədiyi bir şey, Qara dəniz, nə bilim, Qırmızı dənizə yaxınlıq, Aralıq dənizinə çıxışımız var, belə güclü dənizlərə çıxışımız var. İstanbul boğazını, Çanaqqale boğazını kontrol edir, amma liman yoxdur. Bir-iki yerdə liman. Bu nə deməkdir? Adam elə bir sifətinə söyərlər. Nəsə, biz də limanlar inşa etmək qərarını aldıq. Məncə doğru bir qərar idi bu. Sənlə ağıram yaxşı deyil, sənlə ağıram yaxşı deyil. İkimiz də gəlin, ikimizi də üst-üstə qoyaram. Bub, gördünüz yəni. Dediyimin üstündə dururam. İkimizi də üst-üstə qoyaram, udanam. Orduları tez toplayırıq bura. Və bu bölüm çox da döyüş görməyəcəksiniz. Biraz yatırımlar üzərində getməyə fikirləşirəm. Əsəb bir yandan döyüş edib, bir yandan yatırım da eləyə bilərik. Bu da ehtimallar içərisindədir. Biraz belə eləyək. Bizlə ittifaq içərisində olmaq istəyən dövlətlər varmı? Bu arada niyə Osmanlı yox oldu, mədəniyyət şəkilləndirdi? Nədən? Nəsə, biz Osmanlı özümüz içərisində qurarıq. Kim var? Qazaxıstan, İsveç, Cəzair, Libiya, Fars, Yemen, Azərbaycan. Azərbaycanla olsa müttəfiqimizdir. Bu qədər. Neynəyəcəyimdir? Çox da bir şey eləməyəcəyik. Pul yığacaq, pul saxlayacaq. Gedəcəyik Bosna Hersek üzərinə. Nə qədər? 1.4 milyon. Biraz orada basacaq ki, biz yatırım eləyəndə ordumuz əlimizdə tapılsın. 3.2 milyon. Basaq da. Hoppa. Hoppa. Bu qədər orada oldu. Yaxşıdır. Bəsdir, yetərlidir. 1.7. Biz bunu bir 2 milyon eləyəydi. Oradakı bütün əhalini
Yox elədim. Birinci Bosna Herseqovina'yı almaq istəyirəm. Ya Bosna Herseqovinadır Azərbaycanca. Prosta nə məntiqsizdir Allah. Livandır Azərbaycanca. Biraz Azərbaycanca adlar qəribədir. Fildiş sahildə 2016-cı ildə qərar aldı. Kotivar qoydu adını. Nə bileyim, Kotivar da biraz ayda şey eləmədik. Nə deyirlər ona? İlişkilərimizi aşağı salmadıq. Bizim prestijimizi babat aşağı salardıq da. Heç nə olmaz. Boğazıma nasıl etdim. Olan şeydi belə şeylər. Və 1.4 milyon oldu. Gördüm orada yoxsa gözüm səhv gördüm. İnşallah gözüm səhv görmüşdür. Tez orduları yığırıq bura. Nə qədər tez irəliləsə o qədər yaxşıdır. Çünki bu arada qapaq fotoğrafı da qapaq şəkli qoyacağam artıq. Nə bilim, məncə elə daha yaxşı olar, daha çox adamın ilgisini çəkər. Elə özümün də elə olanı daha çox ilgisini çəkir. Adam baxmaq istəyir, yəni eləyəcəm biraz. Mən abunə fikirləşmirəm, sadəcə baxış sayı mənim üçün önəmlidir. Yəni abunə olmasanız olar, sadəcə baxın, izləyin. Yəni gələn dəfə oydu, İsveçrədə qoyuram. Onda gələn dəfə bir baxış belə bir günə açsa mən gələcəm yəni. Video atacağam yəni. Bir baxış mənim üçün yetərlidir. Bir bakışın yeter. Bizdən güclüyor. Bunu Azərbaycanı da çağıracağım. İsveçrəni Azərbaycana verəcəm. Azərbaycan gəldi, gəlmədi bununla. Çaşi. Ama İtalyandan bilmem kimdən ala bilər askeri erişimi. Asker. Vaydı da bunu da Azərbaycan vası yoxdur. Qəbul eləsə yaxşı olar. Olmasa Avstriya. Ayda Slovenləri gəlib Finlandiya alıb. Bu yəni istəmirdi. Amma alıblar da nini. Və qəbul eləmədilər. Və Azərbaycan bizim yanımızdadır. Niyə qəbul eləmədin qadam? Sən verəcəksən. Sənə güvənirəm. 75'dir daha. Nə ineyim mən səninlə? Nə qədər verdin mi? Baba, veriblər heç. Özümüz biraz baxmamış. Heç nə olmaz. Ama şeydir. Azərbaycan biraz ordu gətirsin. Oyda çıxdılar. Çıxdılar ama bu arada bunun başqa yerdə ordusu var. Hə, İsveçrəymiş. Elə bildim. Xorvatiyadır. Ay. Xorvatiya görsün o dəqiqə ordu basıb. Bura yalandan piştandan bir dənə ordu göndərək. Burada bunu göndərək, burada bunu göndərək. Azərbaycan inanıram ki, İsveçrəyə gedə biləcək. Gedəməyəcək şu an. Azərbaycan almıyor baskı erişim. Mən nə deyim ki, Azərbaycan? Mən sənə verməyəcəm. Ay. Qorur ona. Uydu. 12.000. Qadam, sən belə pis sıxmasın. Sənin başqa yerdə torpağın mı var? Sən neyinəmsən? Kimdən asker erişim? Uydu. Dünya və aləmdən asker erişim alıyor bu. Neynəyəcək? Bizim pulumuz da var əslində. Ayda. Neynədim mən? Bir dənə də keçək. 30 oldu. Deməli, bura bir dənə sözləşməli asker ehtisam eləyək. 45.000 12.000 gətirirlər. Azərbaycanı, canitim. Kəşke oradan torpaq almayardım. Orada Osmanlı üçün lazım idi. Heç olmaz, oranı mən səndən alaram. 8.000'dən qabağımıza çıxdı oraya. Yaxşı orada orada basmış oraya. Tez. Ay sənin mən. Ay sənin o mənim. Çıxanməzsən ki oradan.
Bitti ona finishito. Haydi hele de vurdun oradan. Deməli nə edirik? Bu Monaco-da oynamış və görüm onu mənə. Azərbaycan. Mən bu Xorvatiyanın hamısını alım. İzninlə. Bütün Azərbaycanı da sənə verirəm. Belə verməyəcəkdim bu gönlümdən şəkildə, amma mən də alamıram. Buranı da alırım. Onu okunamıyor. İndi orada qalsın, neyimi? Savaş tazminatı alaq bundan. Yalan mı deyil? Neyse boş ver geçsin. Etmədi. Azərbaycan evdən necə çıxacaq indi? Tez şeyə girək. Nədir onun adı? Burada Azərbaycana getdi. Nəsə vaxtı verəcəmədi. Avstriya üzərini hərəkət eləməliyik. 3.1 milyon. Bunlar da belə asan adam deyirlər. Nə qədər vaxtımız qalıb? 4 dəqiqə. İndi Almanyaya girək. Ukrayna, səni mən gələn dəfə alacam. Özüm ölüm alacam. Sən mənim əzəli düşmanımsan. Rusiyaya girək. Girənmirik. Niyə bilmirəm. Pul lazımdır. Pul, tez ol. Pul. Money. Getmə. Avtomatik olaraq asimilə eləyir, eləmə. Eləmir indi. Bas. Mənfiyə düşənə kimi. Niyə bu qədər çox? Araşdırmaya puanı gəlir. Bas. Mənfiyə düşənə kimi. Bas. Rusiyaya girməliyik. Mən deyil. Bu arada ən az deyim də 10 milyon ordu bəs eləyər. Prosto problem bilsin edir. Azərbaycana da çağırıram. Ana qarasını nereye eləyəm? Qorxuram ki, Türkiyəyə çıxar. Türkiyə ana qarasını. Düşüyü mənfiyə. Fulllədik bunu. İndi. Yəni mənfiyə düşməməyə çalışacağım deyəcəm, maxrəbən mənfiyə düşəcəm. Arxada orada tutarıq, heç nə olmaz. Başqa türlü çıxışı yoxdur bu. Bir dənə müttəfiq alsayıq, yalnız Azərbaycandan başqa yaxşı olar. Heç birindən mənə qarşı savaş elan eləməyiniz. İraqa almışsan, yaxşı eləmişsən. Canınız gəlsin. Ukraynanın da aramızı bir müddətdir yaxşı tutaq, amma onlar bizdən yaxşıdır. Nə qədər mənə döyüş elan edəsiniz. İçinizdən keçərim. Ankara arası, Ankara burası da. Ordular, toplan. Nə spesifik bir say üzərində qaldıq. Nəsə, biz orduları yığaq. Gələn videoda da döyüş elan edək. Yəni, böyük bir problem deyil. 8.5 milyondur. 1 milyon ordunu arxada tutacam. 1 milyon 700. Bunu göndər bura. Girəcək bura. 1 milyon 700. Birazını bura. Birazını bura. Göndərirəm, paylayıram.
və bu 8.8 milyon hamısı ilə buradan girməyək. Mənim sözümə qulaq as. Buradan yalandan girəcək. Çünki burada Azərbaycan var. Bir 7 milyon oradan göndər qırağa. Məni eşidin. Bir 200 min ordu göndər bura. 6.7 ilə düz buradan girək. Gözləmədikləri yerdən. Apardım bura orada. Və sonuna da gəldik. Sağ olun, salamat qalın. Gələn dəfə də girərik Rusiyaya. Düzdür, babat mənfiyə düşəcəyik. Sonrasında yığılmamız çox çətin olacaq. Amma biraz özümüzdən yuxarı ilişsək də, böyük işlər girsək də, məncə yəni alacağıq, şübhəm yoxdur. Amma kaş ki Çini yanımıza alsaydıq deyirəm. O da çox da böyük bir şey deyilmiş. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşmək üzrə. Yəni sadəcə baxmanız mənim üçün yetərlidir. Yəni abunə olmağınıza görə yoxdur. Sağ olun, salamat qalın.